Əziz dostlar, hal-hazırda mən Lerik rayonundayam və Babakin doğulduğu Bilalabad kəndi ilə üzbəyüzəm. Bilalabad kəndi ilə əlimlə göstərirəm, duman basıb üstünü görünür. Hal-hazırda bu kəndə xeyli miqdarda əhali yaşayır. Kəndin üstündəki yerləri görürsünüz. Bunlar Bəzzəy dağları deyilir. Bugün də o Bəzzəydə Bızay kəndi var. Yəni o dağların arxasındadır. Orada qala izləri durub. Və bu Bəzzəy dağları görürsünüz və bu da dağları göstərirəm sizə. Baxın, bunlar Bəzzəy dağlarıdır. Yəni Babakin döyüşdüyü dağlardır. Sual verə bilərsiniz ki, mənə nədən bəs bu Lerik hara, Babək hara? Deyə bilərəm ki, sizə. Bu Bilalabad kəndi ki biz deyirik, Babəkə yazılan bütün kitablarda, birinci Babək haqqında və Əmir Təmimi yazmışdır. Sonra Əlbəyləzuri yazmışdır. Əlbəyləzuri Babəkin edam vaxtında həmin edam küçüdəki baba apardılar. Samirə şəhərində Əlbəyləzuri bir vaxt alim idi və onu gözü ilə görmüşdür. Bu Babəkin buradan olmağı haqqında onu deyə bilərik ki, vaxtilə Lerik və bu dağlar hamısı Ərdəbil nahiyəsinə daxil idi və Ərdəbilin bir əyaləti idi. Həmin bu Bilalabad kəndindən Ərdəbil şəhərinə 40-50 kilometr məsafə vardır. Və bu məsafəni biz getmişik, görmüşük və bütün bu dağları mən gəzmişəm, görmüşəm. Biləsiniz ki, necə ki mənbədə yazılır, Rud çayı buradadır. Rud çayı var mənbədə, bu çay aşağıdadır. İstəsən göstərə bilərsən, biraz aşağı çay buradan görünür, aşağıda da böyük çaydır. Və oradan axır gedir. Ondan sonra Dəvalrud çayı var, yenə buradadır. Lekərud çayı var, yenə buradadır. Və o mənbədə göstərir, Qoran kəndi var. Dağların arxasındadır, görünmür, dumandan o tərəfdədir. Böyük kəndir, bugün də çox böyük kəndir və böyük ərazidir. Ondan başqa Huş kəndi var, mənbədə göstərir, o da Lerikin ərazisindədir. Zərkaş var, o da Lerikin ərazisində kənd ərazi adlarıdır. Demək istədiyim budur ki, bəli, yəni Babək ki, burada Bəzzəy dağlarında baş qaldırdı ərəblərə qarşı böyük üsyana. Sonradan üsyanın mərkəzi daha başqa yerlərə köçmüşdür. Amma ilk üsyan olaraq Babək buradan ayağa qalxmışdır. Buradan biz ki, həm də ki bu Bəzzəy dağlarında çoxlu mağaralar var ki, bu mağara